təqdim olunan fikirlərdən biri. Məhəmməd Füzulinin söz qəzəlində ifadə edilməmişdir. Çox danışmaq çox insan hörmətdən salıb. Bəli. Füzuli deyir ki, məqtə beytdə, yəni son beytdə, əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarını az elə. Çünki çox danışmaq insanı hörmətdən salıb. Bu var. Sözü diri tutmaq lazımdır ki, öldükdən sonra o səni yaşatsın. Doğrudur. Bəli. Deyir ki, ver sözə ehya ki, yəni sözü dirilt ki, deyir səni xab-i əcəl yuxusu tutanda səni yaşatsın. Doğrudur. Söz könüllər alan gözəl olsa da örtüyünü açıb üzünü göstərməz. Bu yanlışdır. Çünki deyir ki, söz mənalı söz könüllər alan gözəl kimidir. O da hərdən örtüyünü açıb üzünü göstərər və könüllər şad edər. Deməli, cavabımız elə budur. Digər cavablar doğrudur.